Salyan rayonunda meliorativ tədbirlərin davamlı olaraq aparılması əkin sahələrinin suvarılmasını yaxşılaşdırıb. Bunun üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Salyan su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. İdarənin balansında olan nasos stansiyalar saz vəziyyətdə saxlanılır, kanallar lildən təmizlənir, hidrotexniki qurğular təmir olunur. İdarə hazırda növbəti suvarma mövsümünə hazırlaşır. Salyan rayonunun 46.005 hektar əkin sahəsinin suvarılması 64 nasos stansiya vasitəsilə həyata keçirilir. Nasos stansiyalarında cari təmin işləri aparılıb. Faizli əkinlərin suvarılması mütəşəkkil qaydada həyata keçirilir. Hal-hazırda dayandığımız nasos stansiyasında tam cari təmin işləri aparılıb. Rayonda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması xidməti ərazidə olan suvarma kanalları vasitəsilə həyata keçirilir. Kanallar isə mütəmadi olaraq lildən və kol-kosdan təmizlənir. Bunun üçün idarənin mexanizmləri daim işlək vəziyyətdə saxlanılır. Nəticədə su itkisinin qarşısı alınır, suyun maneəsiz axını təmin olunur. Rayon ərazisində suvarmanın itkisi səmərəli keçirilməkdən ötəri kanallarda lildən təmizlənmə işləri aparılır. Hal-hazırda Xalas kəndi ərazisində 650 hektar ərazinin suvarma suyu ilə təmin edən kanalda lildən təmizlənmə işləri davam etdirilir. Fermerlər isə ildən ilə əkinlərini artırmaqda davam edirlər. Buna səbəbi isə əkdikləri bitkiləri vaxtında suvara bilmələri olub. Fermerlər ötən il olduğu kimi bu ildə əkin sahələrindən bol məhsul gözləyirlər. Sağ olsun, suvarma idarəsi suyumuzu vaxtında verir, su ilə təmin olunub. İndi də həmçinin su verilib növbəli şəkildə olmaq şərti ilə suyumuzu suvarırıq. Qeyd edək ki, Salyan su meliorasiya sistemlərinin istismarı idarəsi rayonda əkin sahələrinin suvarılmasını təmin etməklə bərabər Salyan şəhər əhalisinin içməli suyu olan tələbatını da ödəyir. Belə ki, şəhərin içməli su təchizatı Babazanlı ərazisinə yerləşən 7500 kubluq su anbarı vasitəsilə həyata keçirilir. Əlavə olaraq rayonun Xıdırlı kənd əhalisi Atbulaq ərazisindən magistral xəttdən qidalanan şəbəkə vasitəsilə təmin edilir. Rayonun bir şəhər, 2 qəsəbə, 48 kənd olmaqla 51 yaşayış məntəqəsindən 42 kənddə yerləşən əhalisi modul tipli təmizləyici emal qurğuları vasitəsilə 5 kənddə isə ictimai bulaqlarla içməli su təminatı həyata keçirilir. Hazırda şəhər ərazisində kanalizasiya şəbəkəsinin yenidən qurma layihəsi çərçivəsində işlər görülür. Layihə üzrə nəzərdə tutulan işlərin 70%-dən çoxu artıq icra olunub.